Mənim adım Vüqar Qocayevdir. Mən Kreditis şirkətin direktoru, yoxsa da Direktoru. Bizim doradstvo kreditowe. Biz məşğuluq kömək edirik müştərilərimizə ipoteka almaq və hər bir banklardan bizim lisenziyalarımız var. Bir insan gəlir ancaq bizim ofisimizə, biz baxırıq onun finans vəziyyətinə, baxırıq nətər işləyir, kart popusu nətər var. Sonra baxırıq hansı bank ona yarayır, hansı bank ona ipoteka verə bilər. Biraz şəxsi sualım var. Həyat yolunuz, harda böyümüsünüz, harda yaşamısınız və Polşaya nə vaxt gəlmisiniz? Mən böyümüşüm Ukraynadan. 3 yaşımdan sonra köçmüşük Ukraynaya, valideynlərimdən bir yerdə. Polşada 11 ildir yaşayıram. Uzun müddətdir. Çox uzun. Yəni bunun özü də əslində bir iş görməyə bir şeydir ki, yəni çünki bu dəqiqə yeni gələnlərdən də çox bu işlərlə məşğul olmaq istəyənlər var, amma biraz ona da baxırlar ki, nə qədər uzun müddətdir bu işlə məşğulsunuz. Yəni sırf bu kredit. Kreditlə 6 ildir bizim şirkət işləyir. Okay, Çoxdur Azərbaycanlılardan ipotekaya almaq istəyən ev, amma məncə məlumatsızdılar. O problemdir. Doğrudan problemdir onun ki, belə deyək, Azərbaycan dilli, qlətsə ilə bir yerdə. Polşada heç bir insan tanımıram. Ben sizə baxıb. Mənə gəlsin də Azərbaycanlı mənəm. Ona görə həm də bilirsiniz bu belə şeyləri bilir ki, deyir məsəl üçün ayda bəs pul yığmışam, ev almaq istəyərdim. Amma bilmir ki, hara müraciət eləsin. Gedir dil bariyeri imkan vermir. Bariyer çox problemdir. Çünki əsasən sahibkarlarımızın çoxu da ingilis dili biliyində də hətta yetəri qədər şey deyil. Amma bir Azərbaycan dilini bilib sizlə konsultasiya edənlər düşünürəm ki, var Azərbaycanlılardan. Müştərim də var Azərbaycandan. Hətta. Yaxşı, bilməyən insanları örnək götürək. Mən bilməyən bir insan. Düzdür, ümumi sual olacaq, amma necə ipotekaya ev ala bilərəm? Hardan başlayır? Yəni ən belə əsas şərtlər nədir ki, bunlar olmasa mümkün deyil də. Ən əsas oficial işləmək, 100% ya, umowa praca, fərq yoxdur nədən işləyirsiniz. Zlecenia da olar. Zlecenia da ola bilər. Umowa o da biznes inkubatordan işləyirsiniz. B2B də olar. B2B o JDG ilə fiziki şəxs şirkət kimidir. O NIP-lə gedir də o. NIP-lə gedir, hə. B2B o sayılır ancaq. Sonramdakı kart pobudur. Bir də çox maraqlı bir şey, kart pobutsuz da ola bilər. Ola bilər. Ola bilər. Bəs amma bir şərt gəlir orada. Bir şərt gəlir, ancaq bir bank ola bilər. O da Erste Bank, Havaksa Santander'dır, bir də Şibadın. İndiki Santander'in adı nə olur? Erste. Erste, okey. Santander çıxıb onda bazardan belə deyək. Yox, çıxmayıb. Onlarda 3 podgrup vardı. Santander, Spółka ZOO Polska, Santander Consumer i Santander Leasing. Santander Consumer i Santander Leasing qalıb, amma Santander'ın özü bank anası. O dəyişib İspaniyanın bankı idi, satıb Avstriya. İndi bu sənədlərdən əlavə deyək, bu sənədləri var insanın. Başqa nə olmalıdır? İkinci mərhələ nədir yəni? Gəlir, karta pabutu. Karta pabutu. Bir də yaxşı kredit skor. İnsanın krediti olmayıbsa, demək ki, sıfırda, o daha yaxşıdır ki, hardasa bəzi vaxtı gedirlər, telefon götürürlər kreditdən, həmin ki, vaxtında ödəmirlər. O böyük problemdir. Kredit scoringi prosta qırır. Sıfır, daha yaxşı olar ki, sıfır olsun. Minusdansa sıfır yaxşıdır da. Okey. Amma indi ona baxırlar, bəs minimum bir gəlir limiti var ki, misal üçün 10.000 net qazanmalısan ki, ipotekaya versinlər. Yox. Burada kredit elə qurulub ki, indi fikir vermisiniz də, burada ailə götürürük, sadə bir ailə. Yoldaşı, Monşu Joanam. Ər-arvadı. Ər-arvadı. Ər də işləyir, arvad da işləyir. Hərəsi 5.000 zlot qazanır. Mən isə ən minimal götürürük də belə. Hərəsi 5.000 qazanır, onların büdcəsi birləşir bankda. 10.000 qazanır da. Onda o problemsiz onlar çevirə bilir. Amma bizdə indi çox vaxt elə olur ki, yoldaşı işləmir. O Azərbaycanda yəni bizə xas olan bir şeydir də çox vaxt ki, yoldaşı işləmir, amma özünün gəliri deyək 7.000-dir, 8.000-dir. Onda o zaman odstemplə də biraz çox ödəməlidir ilkin ödəniş kimi ki, rahat olsun. Yox, o heç sayılmır. Ən birinci sayılar sənin zdolność kredytowa. Baxır, indi uşaq, işləməyən yoldaşın, o hamısı sənin üstüvə yatır. Rasxod kimi gəlir. Ona görə,
Oradan da çıxış var. Onda Nə vaxtdan ipotek ev almaq olur. olur, bəli. Prosta yollarını bilmək lazımdır. Amma ən belə əsası olmalıdır oficial gəliş, o Yes. 100 var. Evet. O ən böyük problem o bizim taksistlərdir. Mən bir dənə müştərilərim olub, konsultasiya keçmişəm onlara. Onlar işləyirlər, amma pul gəlir onların kartına, amma gəlir intər вынаем самоходу. okey. O Çünki bunlar üçün- rəsmi şey eləmirlər, orada Onu qəbul yazılır ki, etmirlər. Bir də onlarda var umova zlicenia, amma tam 300 Minimum 500, yazırlar da. Minimumsu 4. O bir Ondan da az. İlkin ödəniş. Yəni nə qədər ilkin ödənişin olmalıdır ki, bir ev ala bilim? minimum 10%. Bir də bir proqram var, Rodinный kredit müşkanyovu. Orada faiz şeysiz ilkin ödənişsiz ola bilər. Ailəli olmalısınız. Ailəli olmalısınız. Uşaq. Şeydə uşaq olanda orada uşaq məsələsi. Bir uşaq varsa 500 min, 2 uşaq varsa 700 min, bir də yaddan çıxıb 3 uşaq ondan sonra nə qədər? 1 milyon falan. Yox, Yəni o bir qiymətləri milyon nəyə olmaz. görə bölürlər ki? Onlar həmişə bəzi ailələr qəşəng qazanırlar, amma özünüz də bilirsiniz, Polşanın rasxodu çox böyükdür. Ona pul yığa bilmirlər ilk ödənişi. Amma bensə krediti verirsiniz, ödəyə bilərlər, problemsiz. Prosta ki, pul yığa bilmirlər ya da ki, nə bilim 10% yığmaq üçün 1-2 il lazımdır. Yəni məsəl üçün 600 minə ev almaq istəyirsənsə 60 minin ilk ödəniş eləməlisən. Eləməsən olmur, məsəl üçün. 500 minəcən olar o proqramla. 500 minə də yoxdur da, məsəl. Ha 500 minlik əgər bir uşağın varsa, 500 minlik ilkin ödəniş eləmədən alsan. Alır. 500 minə də ev yoxdur da. 500 minə də ev hardan tapasan? Yox, orada belə deyək. O da benim üçün maraqlı bir şeydir. Deyək ki, bir 60 min pulunuz vardı. İndi o 500 min ilkin ödənişsiz. Amma ev tapırsınız 700 mini. O 200 min 20%-ni ödəsəz, bir şey 40 min. O 40 min 700 minə ala bilirsiniz. 500 okey. min ilkin ödənişsiz, o 200 minin ancaq şeyin verməlisən. Okay, o bir şey gəlir çıxır 100 minə də hardasa. Əlinizdə 100 min olsa 700 minlik evi ala bilirsiniz də təqribi. O da məsələn, o da 40 min, bir 60 min də belə var, 100 min. Yəni ailəsiz bir tək bir insan kimi, yəni mənə 100 min və kart tapabutu və şirkət işi lazımdır ki, mən bəli. ipotek Üç dənə əsas bu sənəddir. Hə, Üç dənə iş əsas bu 100% olmalıdır kart babutda. Onsuz da olar, amma bir banka bağlanırıq. Onda da ki, plan B yoxdur da, ancaq okey. ancaq bir şey. İndi gələk, indi şərtləri bildik az çox. İndi gələk misal üçün biraz detaya girək. Evləri developerdan mı almaq lazımdır və içi mebelli ev almaq mı yaxşıdır, yoxsa ya da hardan almaq lazımdır? Məsləhət kimi, hansını məsləhət görərsiniz? Burada Yəni sıfır alıb təmir mi elətdirmək, yoxsa artıq işlənmiş bir ev mi almaq? Cazibə öz şəxsi təcrübəmdən deyim. 2 dənə evim var. Bir evi sıfırdan almışdım developerdan, hansında yaşayıram. Ona indi remont eləmək daha rahat çıxdı. Oradan qəşəng bir böyük şeylə verirlər. Sözüm stan wykończenia. Bitirmə vaxtı da. Yox, bitirmə vaxtı yox. Bir şey böyük standartla verirlər. okey. Evin standartları daha yaxşı. Bəli. Bir şey ştukaturu var, elektriki keçib, pol, beton var. Kanalizasiyanı da keçiriblər, su, hər bir şeyim var da. Nə lazımdır? Şpaklyovka. Şpaklyovka vurursan difara, boyalırsan, bir də pola laminat atırsan, döşürsən. Bir də əşyaları falan da o heç. Əşyalarına. Amma o indi hissə eləmək olar da, bencə baxanda. İndi boya atmaq difara çox pul aparmır. Hər bir şey rizetkalardan var, hər şey var, oradan var. Bir dənə ən böyük nə pul çıxardır o sanitar qovşağı. Okay. O da orada çox lazımdır. Bir istəyirsən, istəmirsən bir 20 min lazım olur, 25 min çıxır. Bir də kuxna. Kuxtanın da indi tak временно qətti eləmək olur, onu da eləmək olur. Birincisi balacasını yeşlənmişin, olursa əşya da oradan çox tapmaq olur. Çoxdur, hətta pulsuz tapmaq mümkündür. Amma mən şəxsən Arendiya bus götürsən, doldursan, gətirsən, falan heç problemsiz. Amma mən şəxsən həmişə belə hazır bir ev almaq məncə daha yaxşıdır. Məsələn, kimsə alıb istədiyin kimi də remont eləmək. okey, amma indi ovunda bir problemi varsa onu deyəcəm. onun bir problemi var. Amma məsəl üçün mən problemsiz olduğunu düşünürəm. Problem yoxdur da deyək. Mən də onu şaşırdım, amma indi sən başa Çünki mən məsəl salırsan. üçün demək istəyirəm ki, deyirsən öz istədiyin dizayn kimi. Mebelli və hazır şəkildə bir çox ev satılır.
və baxıb ən çox ürəyinə yatan bir evi seçə bilərsən də ki, mən də misal üçün özünə deyirsən ki, mən də təmir elətdirsəm, mən də təmir elətdirsəm belə bir şey eləyərdim. Elə kakraz da usta ilə məşğul olun, əlavə Qalan vaxtım getsin. hazır evdir də, elə nə fərqi. Amma onun problemi Amma nədir misal üçün? yeni təzə ev alandan o biraz qiyməti daha aşağıdır. Amma yenə remonta pul çıxır axı. Çıxır, amma təzə ev, təzə remont, istədiyin kimi remont, plus əşyalar zaten hamısı təzə olacaq. Amma orada girsin, o köhnəsi. Plus da ki, şəkilləri siz görürsünüz, hər bir şey var. Amma alandan sonra görürsünüz ki, hər şey çeşitli dağılır, hər şey yaparlar. Lazımsız ki, zibil vedrəsini də götürürlər. Amma onu danışırsan da ki, mən evi əşyalı istəyirəm. Amma mən sizə deyim ki, aparırlar. onlar həmişə şey nətər eləyirlər, evi ipotekaya alırlar, bir uşağı, ya nə bilim ki, ailə uşaqsız. Alıblar özünə kavalyerka bir otaqlı. İndi uşaq dünyaya gəlib, indi daha böyük ev almaq lazımdır. Okay. Onda onlar satırlar, aparırlar, amma indi əşyalarını da özündən aparırlar. Onu deyirəm danışmaq lazımdır ki, bəs mən əşyalarla bir yerdə istəyirəm. 80% ki, heç nə götürmür. Bunların qiymət fərqi nədir? Əşyalı ev alıram, əşyasız. Yer eyni götürək. No, Ursuz götürək. İndi mənim ən sevdiyim rayon odur. Onun üçün mənə ki, Ursuzda həddən artıq çox müştərimiz var. Təsəvvür etmirsiniz nə qədər çox. O rayon Ursuz yaman populyar olması. Orada bir dəfə işim düşmüşdü ora. Tez bazar lazım bir şeymi. Acından ördüm, girdim japkaya hot-dog almağım üçün təsirdim. O hot-dogu yeyənmədim də 3 dənə müştərimi gördüm. Hamıdan salamlaşırsan, danışırsan, hot-dogum buz oldu. Onu tulladım, ləzzət eləmə. İsti olmazsa ləzzət eləmə. Amma misal üçün indi orada alanda sualım qaldı. Ona gələcəydim elə. Stan Developers ilə alanda və yaxud hazır ev alanda nə qədər qiymət fərqi olur? Harcı bir 3000 zlot metr kvadrat metrində fərq olur. Əməlli fərq olur. 2000 baxır standartda. İndi illüziya yaradırlar da. İndi girsən görsən ki, ağappaq tifarlarda da o da ki, ən ucuz boya vurublar. İnşallah qoy bir 2 il qalsa yaxşıdır. Onun üçün gərək bir professional adamdan gedəsən ki, başı çıxan adam desin ki, məsəl üçün mən getsəm deyəcəm ki, boyadır da, yəni boyadır da. Amma sizin kimi bilən bir adam getsə, deyəcək ki, hər şey başa bu misal deyəcək ki, bu burdan keçir, bu burdan keçir, səhvdir. Yox, o problem deyil, soram. İndi ikinci ev bu ofis. Bu evci ofisimizi bu da mənzildir. Amma mənzildən ofis yatmışıq. Bu işlənmişdi, ikinci əl evdir, 18 ildir bu evə. Remontu yenə təzən eləmişik. Burada Mr. Location superdir. Buranın Location'ı burada Royal Villanov sayılır. Krimçaka burada daha çox tikilməyəcək. Burada yer yoxdur deyim. Burada görürsünüzsə 5 mərtəbə maksimumdur burada, yoxdur. Amma problemi o şeydədir ki, təzən remont. Ancaq 4000 zlot çıxdı konteyner zibilləri atmaq üçün. Təsəvvür ki, zibili atırsınız. İstəyirsiniz, istəmirsiniz, texnologiyalar dəyişilib. 18 il bundan qabaq remont olunan mənzil və indi düzəltmək bir-birinə yaramır. Hər şeyi təzədən dəyişirsən. Yeni evi alıb daha onu remont eləmək üçün daha az pul çıxır ki, təzədən remont eləmək. Okay. Amma indi deyək ki, misal üçün gəldi sizdə konsultasiyada. Bir konsultasiyada misal üçün sırf müştəridən nələri yoxlayırsınuz və konsultasiya nəticəsi olaraq müştərinin full məlumatı olur ki, mən bu qiymətə, bu şərtlə ev ala bilərəm də, yəni. Konsultasiya proseduru başlanğıcı və sonu necə olur? Və nəticəsi elə dərhalmı müştəriyə verilir? Demək olar ki, 100% deyil, amma bənzər bir 90% yaxın olur. Onun üçün 100% həmişə alınmır saymaq. Onun üçün bank bəzi vaxtı nəsə kəsə bilər. Amma 10 müştəridən birinə hər insan ola bilər. Amma 9-u nətər deyirəm, çıxır. Plus da ki, az olmağına görə niyə? Onun üçün mən qabaqcadan bilirəm ki, bank kəsir. Çox vaxtı kəsir. Nəsə xoşuna gəlmir. Onun üçün bank ən birinci baxır müştəriyə risk tərəfindən. Risklərini sayır, görür ki, təkcə kredit götürür ya yoldaşı ilə götürür. Yoldaşı ilə götürürsə daha risk aşağı düşür. Onun üçün 2 nəfərdir, biri xəstələnsə, o birisi krediti ödəyə bilər. O hər bir risk şeyindən baxır.
AI hər şey. Siz amma yoxlayanda bütün bankları yoxlayırsınız da. Bütün yox, indi Bütün hamısı deyim, yağmır. ən yaxşılarını. Bəli. Ən az faiz verənlər. Az faiz verəndən hepsi maksimum hansı 3 banka biz müraciət edə Aha. bilirik. Ona görə mən istəyirəm ən birinci belə də Birinci bilirik. klientlə danışırsınız, onun məlumatlarını alırsınız, sonra özünüz Bəli, bir professional ən olaraq birinci- deyirsiniz ki, hansı bank. Hansı bank yaraşır? Olar ki, bir dənə simulasiya eləyək hər Ölmə birimiz olar. üstündə. Hə, Məsələn, misal üçün. Deyək ki, misal üçün İsmail, gəlmişsən ev almaq istəyirsən. Bəlli bir büdcən var inşallah. Misal üçün nə sual, sən nə Sual maraqlı soruşarsan? konsultasiyada mənə nə suallar veriləcək, nəyə hazır? Okay, ən birinci, indi sən ofisial işləyirsən. Mən Hansı formada? umova operasiya. Mova operasiya. Yəni Mova kurslar. operasiya, o super. O demək olar ki, hər bir bankın ən sevimli bir formasıdır. Onun üçün mova operasiya ən Güvənilirdir də. Bəli, ən qanunla çox bağlıdır. Sizin nəfər işdən çıxartmaq üçün bir Ən çox bilinən Polşada 3 tipdir də: B2B, umova operasiya və umova zlecenia. Yumovo дело. O cür. Ən çox amma sevilən ipoteka tərəfdən operasiya. Operasiya. Umov operasiyadır. Tak. Kart pobud sizdə var. Var. Ha vaxtlar? Gələn ilin martına kimi. Martın kimi sizdə уже yarım il qaldı. Yarım ildən çox bəs 9 ay. Hazırda. Banklar, ən yaxşı hava kart pobudun 12 ay var. Onda hər bir banka girə bilirik. Biraz aşağı olanda уже ancaq bizdə qalır Alior, M-Bank. O şeyləri silir oradan, bəzi bankları silir. Çünki bilirsiniz ki, onlar atqaz edəcək. Bəli. Onlar 100% qəbul etməyəcək. Amma M-Bank, Alior bir də PKO-SA. Ən yaxşı variant odur ki, 1 ildən çox olanda. 12 aydan sonra. Okay. Onun üçün bir gün rol oynayır. Məndə bir klient olub, 11-ci ayın doğrudan 30-cu klient. günü. Yox, orada bir yarım 6 ayda 186 gündə benzədir. Orada 185 gün idi. Mən də onu saymamışdım, görməmişdim. Bir günün məsələsi idi. Oydu. Onu da qəbul etmədilər, atqaz verdilər. Okay. Ona görə belə xırdalıqlara da baxmaq lazım. Amma Orada məsəl üçün- hər bir nüanslar çoxdur orada. Məsələn, heç olmasaydı oturumu. O heç olmasa ancaq bir bank, Erste Bank. Ha, okay. Santander əvvəl. Bir də Citibank da var idi, Visa ilə falan. İndi dəyişib o da Velobank oldu. Və bank olub, amma Citibank heç vaxt для обсакарёвцев Vermir, hə. vermir. Özü Citibankın xüsusi şeyi var. Şirkət listi var. Əgər işlədiyin şirkətin adı orada NIP yoxsa var. vermir. O da onlarda var. Amma bəzi nəfər siz bankda işləyirsinizsə burada, hətta finansal sektorda bəzi banklar sizə skidka eləyir də, endirim eləyir okey. faizdə. Məsəl üçün hər banka aiddir. BNP Paribasda işləyən bir dostum var məsəl üçün. BNP öz müştərilərinə, həm də öz İşçilərinə, işçilərinə biraz aşağı Eləyir. 5% də verir 4-dən zatdan. Kötü. Amma Velo da eləyir. Belə deyir. Amma Veloya o məsələ var ki, Velo для обсакарёвцев не Eləmir. Ha, okay. Deyək ki, işçinin indi istədiyi ev deyək 1 milyon zlotdur qiyməti. İndi ən birinci baxırıq ki, Yəni nə baxaq qədər görək nə qədər ala bilər. nə qədər verir. Sən andın olduğun il tarix 2001. kimi bir şu an. Hamı mən bəlkə də şey bilir də 95 zad bilirdi. Ya bank sevir cavanları. Çünki işləmə enerjisi var. Hə. Ölməyəsən də hələ. Yəni bunca pensiya vaxtı Hələ var, 65-dir də. Hələ Hep var. 30 il qabaq vaxtım var. Tak, maaş bunu mənim kəsmək lazım da. Maaş indi maaş- standart hamının qazandığı maaş deyək də 9000 zlot net. Gələ. Standartda plus minus. Mən bilmirəm kimin standartlarında. Average-də yəni. Orta yəni misal üçün kimsə indi 15000 desə çox absurd olar, 5000 də çox az olar. 5000. Absurddur deyirsən, qazanan da var, amma yəni də tük. Qazansın. Hə də yəni 10 nəfərdən biridir də. Sən o 10 nəfərdən biri. İnşallah. İnşallah. Uşaq yoxdur. 2001 hələ yazdı. Özüm uşağım. Hələ özü elə şeydir. Əslində o xəbərim olmadı uşağım var. Kredit vaxtı gəlir də. Aliment ödə. Sədə hamıda 800 plusdur, səndə Amma- 8 minusdur. İndi hamının adından soruşum da uşağı olanda nə olur? Rasxod çoxdur. İndi bankların hamısı saymır da o 800 plusu şey kimi, doxud, amma gəliş kimi. Amma bəzilər hələ sayır. Çünki dövlət 800 zlot uşaq pulu verir, indi 1000 eləyiblər deyəsən. Yox, hələ 800. Hələ 800 də. 800 İki dənə uşağım var. 800
800-dür misal üçün. Amma 800 alırsan, rasxodun 1500, 2000 uşağa, 3000. Dostumun ekiz uşağı olub, yəni heç nədir də o pul. O 800 belə üçün- yeməyə gedir. Yəni mən azından verirlər də. Amma ən azından yenə bu mövzuya qayıdıram, düzdür? 2 dənə uşağın olanda bank sizə 500 minə kimi ilkin ödənişsiz kömək eləyir. Bəli. Düzdür? Amma o 500 əlləçinin sən ofitsial işləməlisən. Hə, 2 nəfər də ofisial, ailənin 2 üzvü də İki, biri də işləyə bilər, amma birinin cəmləşi çox olacaq, həm də yoldaşında. Okay. Sonrakı mərhələ nədir indi? İndi- Evin qiymətinə keçirik yoxsa? Hə, bəli, evin qiyməti. Ərazini seçməliyik. Ərazi fərq yoxdur, Lüboy yazmaq olar. Amma mən əgər öz istəyimə uyğun seçə bilərəm də. Məsəl üçün 100% şeydə istəyirəm. Pruşkovda. No, problem deyil. İşim orada. Tak, bence deyək ki, no, bence orta ev harcası orada 800 mindir. Müştərilər görmür. O Pruşkovun qiymətləri Varşavaya çox yaxınlaşır. Hə. Belə ucuz O deyil. Yozaslav tərəf zat var, Pruşkov, Piastov tərəf evlər 600-650 min idi. Qalxır 1 milyona çatır. Baxıram həm şəhərə ən yaxın, həm də ucuzdur. Ursuz. İndi də oradan həddindən artıq çox orada. Vaxt var idi, Ursusa gedən yox idi ya. Voxu, Ursusa. İndi Voxuda zətdə bir dənə evlər tikilir. Amma indidən almaq lazımdır. Onun üçün Ursuz oradan perspektiv rayondur. Gələcək vola görəm ora. Hə, həm də ki, ora metro tikirlər. Aa. Bialenkadan. Bir də Bialenkadan. Amma Bialenka biraz uzaq. Bialenka biraz şeydir, Sağ qıraqdır. tərəfə keçdim. Hə, Məsələn, 11 ildir yaşayıram Varşavada. Ancaq Varşavada heç vaxt ki. 11 ilin hamısı da bu tərəfdən. Çayın bir tərəfində yaşamıram. Ora keçəndə təsəvvür et 11 ildir bir şəhərdə yaşayırsan. O bir çay keçəndə başlasan navigatora qoşma. Öncə tanımırsan o gün nə olur. Elədir, elədir. Amma hər şey mərkəz bu tərəfdədir. Hər şey bu tərəfdədir. Orada ancaq bir insan Orada heç nə yoxdur. Bir dənə Narodova stadiondur. o ki futbola baxmıram. O da heç. Maraqsız. Tak, 9000 olsa, harsa 700 min zlot bank sizə Verə bilir. Okay, deməli ki, onda 800 min götürsə, sən onda 100 min ilkin ödəniş eləməlisən. Amma burada bir maraqlı bir şey. Evci 9000 təkcə qazanırsan, təkcə müraciət edirsən kreditdə 670, amma 2 nəfər götürsək, evci ailədə 2 nəfər hərsi 4500 qazanır, uşaq yox bəncə. İndi maraqlı bir şey göstərim sizə. Hə, okay. Tək sən 9000 qazanırsan, amma 9000-i ailədə 2 nəfərə böləndə onda məncə artır hər şey. insan artımı və insan gücü. İnsan gücü Amma riskin azalması. Amma bu şey necə deyək ki, evli olmalıdır mütləq. Yoxsa birlikdə yaşaya da bilər yəni. Problem deyil. Burada fərq yoxdur. Yox, birlikdə yaşamaq sayılmaz. Sayılır, sevgili. sayılır. Sevgilimdir misal. Partnyor problem deyil. Görürsən, sor. Necə inana bilirlər ona? Sənət- Onlar üçün fərq yoxdur. Ayrıca onlarda Necə sənət versən? Yəni 2 nəfər sənətsiz atsız. Burada ayrıca sayılır gospodarstvo domova. Ayrıca bir büdcəniz ondakı belə deyil. Ailəvi büdcə. maraqlı. Bax. 750 min, amma orada sizə 690 göstərir. Həmən şərtlər prosta 2 nəfər. Hə, 4500 böləndə hardasa 60-70 min zlot daha çox sizə kredit verilə bilər. Heç bankın riski aşağı düşür. Bəs faizi neçə olacaq? Faizi ilkin ödəniş orada fərq var. Ya 10% ya 20%. 10% deyək ki, ödədik. 10% ödəyirsiniz. İkində minimumu 750 minin 10%-ni ödəyirəm. Ha, no artıq 6,4 pensiya sayaq orta. Bəzilərinin daha çox, bəzilərinin daha az. Bu bankdan banka dəyişir. O da baxmaq lazımdır ki, ən birinci baxırıq kart pobutun müddətinə. Uzundursa, da indi falan şeylər düşür, banklar düşür. Qısadırsa indi başa düşür ki, 2-3 daralır daha da siyah. Ona görə burada bir şərtlər hər bir insana yaramır. Ona görə banklar da fərqlənir şərtlərdən. Amma orta 6,4 bəzi vaxt 6,1. Okay. Standart faizlər 6%. Ortalama 6-dan 7-yə kimi. Banklar klient vəvnençni, klientsən, müştərisən, bu bankın müştərisi, onlar üçün də skit gəlir. Plus da ki, developerdan alırsınız yeni ev, onlar da düşür energoçentli dom, energetik aşağıdır, ekonom evlər, ekonom statusundakı evlərə. Təzə tikilən evlər. Ancaq energetik aşağı
qısa dedim. Ha. Balaca Ekonomiya. ekonomiyadır. Onlar üçün də skitka eləyirlər. Ha, okey. Hər Amma bir bu çox developerdən balı var. developera dəyişir də onda. Çünki hamısı elə bir ev tikə bilmir. Yox, hamısı tikə bilir. Baxır prosta kim istəyir, kim istəmir. Okay. Ha, okey. Yəni tikiləndə hər bir evi nəzərə alırlar. Məsələn, bir bina tikirsə 20 dənə deyək kavalerka tikir, 30 dənə 3 otaqlı tikir. 20 dənə 2 otaqlı tikir. Sonucunda belə mən Pruşkovdakı evimi almaq üçün 75 minim olmalıdır. Ən azı. Ən azı. 9000 gəlirin olsa, 75 min əlində pulun olsa, 800 minlik ev ala bilərsən. Nəticə ilkin ödənişi çıxsaq, Ha, o 8 ilkin ödənişi çıxsa 70 min elə onu deyirik. Gələcəm sizə danışacağam. Siz mənə konsultasiya edəcəksiniz. Razılaşacağıq. Proses nə qədər çəkəcək aşağı yuxarı? Bax, konsultasiyanın ən rahatı onlayn keçirməkdir. Zəngləşirik, fərq yoxdur. WhatsApp, ən çox mən istifadə edirəm Telegramdır, WhatsApp browseri. Köhnəlib. Telegramda konsultasiyanı keçiririk. Bunu nətər keçirmədim sizə. Həmən həmçinə də onlayn keçirə bilirik. Hər şey yarayırsa, onda bu məlumatları nətər aldınız, o 90% BNC-də olacaq. Yəni mən həmişə zapas götürürəm. Sizə 700 min bank verirsə, mən həmişə deyirəm 690. Onun ki, bəzi vaxt müştəriyə birinci soruşuram ki, orada yazmaq lazımdır. İndi sən əvvəlcə dedin ki, Pruşkovda 800 min zat. Amma bəzi vaxt klientlər deyir ki, hətta 800 min BNC bizə yarayır da. İndi deyirəm, okey, yazıram, deyirəm ilkin ödəniş, deyir, no qoy olsun 10%, ya 20%, yox, 20% BNC. Onun üçün 800 mindən 20%-i 160 min, hər şey lazımdır ona 500 640. Okay. Sonra mən sayıram, baxıram ki, qəşə qazanırlar, hərəsi 9000, orada çıxır milyondan çox. Deyir, okey, sonra bir müddət keçir, onlara xoşuna gəlir ki, o qədər kredit almaq olur. Sən deyir, tak, ev tapmışıq, evin, qarıcı, 1 milyon 200 mindir qiyməti, 10%, ilkin ödənişdən 10%. Orada dəyişdi bütün şey, şərtlər dəyişdi, gələk oturasan başdan hesab. Yox, hesablamaq problem deyil. Məsələn, insan birinci öz istəklərinin baxır, ben deyir, okey, ben sənə eləyirəm. Amma sonra biləndən sonraki konsultasiyadan sonraki o qədər pul verə bilərlər. İştahı böyüyür. Amma ən salamatı mən belə bir şey deyib, məsəl üçün konsultasiyaya gəlməmişdən qabaq heç olmasa bir 2-3 dənə ev seç. Sizə də göstərsinlər ki, bax ev bu qiyməti budur, belə bir evdir. Gəlin bunlar üstündən gedək. Mən azaq rəqəmlər lazım. Mən mən də deyirəm. Yəni bax bu 3 dənə elanı göstərir ki, bax bu ev 1 milyon 200 mindir. Bu ev 800 mindir. Bunu istəyirəm, bunun ətrafında. Yəni maks olacaq 1 milyon 200 min, minimum olacaq 800 min. Maaşdan baxır. İndi hər bir insan maaşının 4000-dirsə, indi 1 milyona baxmağa da. Yox, elə yox. Onda siz də baxıb deyəcəksiniz ki, sizin maaşınıza görə bu 1 milyon 200 mini silin. Gəlin baxaq 800 minliyə baxaq. Yox, konsultasiyadan sorum elə də biləsiniz ki, nə qədər sizə bank verə bilər. Sizdə ondan sonra baxa bilərsiniz, bilirsiniz büdcənizi. Konsultasiyanı elədik. Mən okey aldım sizdən. Gəlib özüm ev axtarıram. Danışıram onlarla, yoxsa necə olur? Sizə deyirəm, siz danışırsınız. Siz ancaq kreditə baxırsınız, yoxsa ev yiyəsinə Yox, biz ancaq kreditə, makler deyirik. Amma biz çox maklerlərdən və agensiya neruxumaşı çox işləyirik onlarla. Heç onların müştəriləri oldu, ev tapırlar onlara, sonra biz də onlara kredit kömək edirik. Lazımdırsa hənisə kömək, yəni kiməsə deyə bilərəm demək müştəri. Okay. Bəs konsultasiya ödənişlidir, ödənişsiz? Ödənişsiz. Ödənişsiz. Həm də ki, bizim proseslərdir ki, biz sizə kömək eləyirik krediti almağa, amma xidmət pulu vermirsiniz. Çünki bizim hər bir bankdan lisensiyamız var. Avtomatik bankdan götürürsüz onda. Biz bankın həbki outsource işçisiyik. Biz insana kömək elədik, o krediti aldı o bankdan, siz gedib banka deyirsiniz ki, bəs bank sonra bizə yollayır, proviziyamız, lisenziyamız var, həm də ki, dostemp, hər bir şeyimiz var. İnsanın üstünə atmırlar da o faiz. 6,1%-in varsa illik ödəniş, o bizim xidmət pulumuz onun içindədir. Fərq yoxdur, biz varıq, biz yoxuq, sən o faizi verirsiniz. Amma o rahatdır ki, indi təhsil gedirsən bir banka, ikinci banka, üç banka, sənədlər bilmirsən. Banklarda da ki, Occal'dir də, Occel. Adel. Occel, hə. Ora gedirsiniz, orada da
no bilirəm ən ağıllı oturmuşdu orada. Ha, o da düzdür. Onlar qurandan da sonra o qədər Öyle. problem. İnsan fikirləşir, aslında PKO, BP yoxdur, Bank Polisi. Bank Polski. Belarusların çoxu. Gəlirlər ora, o deyirlər ki, ipoteka istəyirəm. Onun üçün fikirləşir ki, mənim bankımdır, mən o gələcəm, mənə 100% verəcək, maaşımı ora alıram. Orada da ki bir problem var. Ya stalı pobut olmalıdır, ya vətəndaşlığın olmalıdır. İpoteka üçün. İpoteka üçün, bəli. Hə, bir də orada misal üçün Bank Polskidə, BP-də şey də var. Misal üçün kartın deyə adi kredit alasan, lap deyə ipotekanı qoy qıraq. Çünki çasov kartı ilə almaq olur. Amma şey var. Kartının qurtarmağına 9 ay varsa, sən krediti 9 aylıq verir. Öyle. Amma ipoteka var şimdi. İpoteka mümkün deyil. Amma o pislik şey misal deyir, kartında 9 ay var. O da satqas kimi bir şeydir. 9 aylıq krediti götürən də 30-40 min oturur da heç olmasa. O da atqaz deyil. O da yəni vermirəm kimi bir şeydir. Gəl elə kartı isti götürən kimi ora gedəsən də. Amma orada hələ addeliyində də heç bilmirlər ki, heç elmi olmasın. Onu deyirlər ki, alassan 100% gedir müqavilə yazır, gəlir, sənədlərini verir. Hə, o da ki, onun üçün maaşları azdır orada. Derim, çox insan gəlir, gedir. Hə, dəyişir də. Dəyişir, hə. Onlar da məlumatları, informasiyanı pis alırlar, doğrudan pis alırlar. Hər gün bir Bilmirlər. işçi oturur, o da ki beynini təkmilləşdirməmiş. Mən də bilgi ala çox bilmir. müştəri olub ki, gediblər, birinci gediblər, onlar soruşublar. Sonra da görüblər ki, bilmirlər. Onu gedirsən müqavilə yazsan, okey, developerlə sən müqavilə yazanda onlar səni qaytarır. Atqaz aldınsa bankda, onlar sənə pulu qaytarırlar. Həmişə beh verəndə. Amma şəxsi ikinci əldən alanda şəxsi heç vaxt qaytarmır. Ona görə yanır, pul yanır. Amma bizdə siz gəlirsiniz bir yerə, hər bir bankında problemsiz şey var. Qorxulu bir prosesdir. Yaxşı ki, yəni siz varsınız. Qorxulu bir. Çünki professionalla işləməsən ortada çox pul itirə bilərsən heç nədən. Dili bilmirsənsə vəbşə yəni Heç batırsan nədən, deyirəm. heç nədən. Plus da ki, doğrudan deyirəm, siz bank işçisinə gələndə o ancaq bir produktu sizə verə bilər. Hətta PKO BP işçisiyəm, ancaq PK-nı Ancaq verir. PK-nı. Amma siz məsəl üçün bəlkə də başqa bir bankda başqa bir kompaniya var, onu bax, deyirsiniz. mənim üçün nəpər fərq yoxdur, hansı bank mənə pul verəcək. Birinci baxalım da. Hə. Amma ən birinci onu niyə görə biz benzinəm? İndi mən Azərbaycan auditoriyasını birinci səfərdə harca benzi işləyirik, amma ən çoxu biz Ukraynalılar, Belaruslar və bir də Avropa ölkələrində İtalyancalar benzinə Çindən olan Türklər necə? Türklər də var, amma çox deyil. Ən çox bizdə Ukraynalılar, Belaruslar, bir də Slavyan dilli ölkələrdə deyirəm. Slavyan plus da ki o Avropa. Avropa, Rumıniyadan da çoxdur, bir də İtaliyadan da çoxdur bizdə. Düzdür, şəhərlərin adını çəkəcəm. Heç bir şey yoxdur. Yəni özünüzün istəyinizə bağlıdır. Məsələn, Paris yoxsa Madrid? Evlərə görə. Yo, əsas Yoxsa ev nəyə məntiqin nəyə görə istəsəz, yəni məsələn məndən soruşsanız mən Paris deyərdim. Çünki orada yaşamışam. Sizə hansı daha yaxın gəlir? Paris yoxsa Madrid? Madrid. Okay. Barselona yoxsa Roma? Burada insan çətin sual. Okey, qoy olsun Roma. Roma yoxsa Madrid? Roma. Okay. London yoxsa Amsterdam? London. London yox. London London. Mənə çox xoşuma gəldi London. Amma Amsterdam da qəşəngdir. Vinçə adam seçmək. Yes, çətin bir şeydir. Çətin. Berlin yoxsa Varşava? Ya Varşava birini çox xoşuma gəlmədi. Gəlmədi? Berlin? Bundan deyəm ki, super wow. Okay. Onda Berlin. Yox, Varşava. Varşava, Berlin xoşuna gəlir. Hə, okay. Mən də ona görə qaldım ki, niyə başa Berlin? düşmədim. Okay. Onda bir dənə çətin sual gəlir sizə. London yoxsa Varşava? Baya Finaldır da bu. final oradan. Yəni gəl. Baxır hansı şeydən baxmalı. Siz harda misal üçün Harda ev cəhətdən, həyat tərzi cəhətdən, hər şey bir yerdə. Pensiya deyək də Varşavada daha rahatdır yaşamaq. Durun yaşayış burada rahatdır, Varşava. infrastruktura azad. Amma pul tərəfdən, ya gözəllik tərəfdən, perspektiv tərəfdən London, конечно, number one. Cavab alan Qalbim London. London. Number one. Hələ London Roma var. London? Qoy olsun London. Okay. London yoxsa Roma? Ya London. London London, Varşava. Siz həqiqətən London deyəndə belə London, hə, Varşavadan sonra deyirsən ən çox. Yoxsa Varşavanı da çox mən çox ləzzət eləyir London. Mən orada 2 ya 3 dəfə olmuşam. İnşallah kredit isim bir branchini də
Londonda açarsınız. Londonda açarsınız, İnşallah. orada lap qal olar. Vüqar müəllim, çox sağ olun bugünkü Sağ ol, çəkilişə sizə görə. sağ ol. Həqiqətən çox, mən düşünürəm ki, çox informativ bir video oldu. Azərbaycanlılar üçün məsələn ən lazımlı bir Yəni sizin üçün YouTube podkastı konsultasiya da elədik, hər şey elədik ki, bilgimiz olsun. bir son sözünüz varsa buyurun. Yəni insanlara nə demək istəyirsiniz? Gəlin. ev alın. Ev alın. Dəvət edirik bizim şirkətimizə. Konsultasiyalar bizim saytda mənim nömrəmi tapmaq olar ya da ki mənim işçilərimin Lüboy vaxtı yox. Burada Azərbaycanlı arası Aha, iş saatları. 9-dan saat 17-yəcən. Saat 22 yatırsan. saat 22:00-da konsultasiya yoxdur, 20:00-da da yoxdur. Gecə yarı da yoxdur. O saat 9-dan 17-yə. Gecə yığarı şey yığırlar da. və altı bazarda işləmirik. Altı bazarda işləmir. Super. Okey. Çox sağ olun. Özünüzə yaxşı baxın.